Çox sağ ol. Mənim çox xoşuma gəldi dedim. Mənə elə gəlir ki, insan orqanizmi, mənə elə gəlir, Allah hər şeyi düz düzəldir. Mənə elə gəlir ki, insanın bir göz yuvası, bir böyrəklər, bir də udulaq. Düzgün qurulmuyor, mənə gəlir. Udulaqda belə bir üçbucaq taxça var elə bil ki. Udanda orada qalır. Uşaqlarda deyir, çöp qaldı. Bax, orada qalır. El arasında. Bax, el arasında. Bax, o üçbucaqda qalır. Amma o üçbucaq olmasa, düz olsa olmaz. İkincisi, böyrəkdə daş əmələ gəlir. Əgər böyrək belə dursa, orada 4 millilitr su maye tutur, sidik tutur ha. O sidiyin hamısı axardı. Amma orada qaldığı üçün, bax belədir, buradan da axır belə. Burada dibində nə qaldı su? Orada çökür və başlayır daş əmələ gəlmə. Üçüncüsü də gözdür. Elə adamlar var, onların doğrudan da gözləri oval şəkillidir, zadları, yatağı. Eləsi var, nədir, silindir şəklindədir. Formaları müxtəlifdir, ona görə də o çəpliyorlar. Niyə 8 ayına qədər sən ona deyirsən, ola bilər? Ona görə ki, qızım, o somatik sinir sisteminə aiddir, somatik sinir sisteminin də miyelinizasiyası 1 yaşına 8 ayına qədər. İnsan somatikası. Mən sana sual verirəm, niyə ceyranın balası anadan olan kimi durub yeriyib qaça bilir? Yeryüzünün əşrəfi insan qaça bilmir. Çünki o sinirlərin üzərində o ceyranın özü ot deyir. Ot nədir? Orada nə var? Yod var. Yodu bədəninə çəkir. Ana bətnindəykən o balasının bütün neyronlarını, yəni somatik orqanları, əzəlləri innervasiya edən sinirlərin üzəri miyelinlə örtülüdür. O impulsa sanca keçirə bilir. Amma insan, yeryüzünün əşrəfi olan insan yalnız ayaq üstə 1 yaşında qalxır. Niyə? Oturur 8 ayında doğru. 8 ayına qədər o miyelinizasiya tap oraya gələ bilmədiyi üçün o çəpəzili, o neyinir? Bir kah göz bir yana yedir ki, ona görə biz ona norma deyirik. Bəli, normadır əslində.